tamaşaçılar, hər birinizi müstəqil Azərbaycanın yeganə müstəqil və tərəfsiz mediası olan OTV-də xoş gördük. Bu dəfə boşanmalardan danışacağıq. Son 5 ilin statistikasını təqdim edəcəyik. Son 5 ildə boşanmaların hökumət televiziyalarında nə qədər azaldığı deyilsə də, vəziyyət doğrudan da kritikdir. Ona görə kritikdir ki, əsasən də gənc ailələr arasında boşanma statistikası xeyli artıb. Hökumət televiziyaları bu barədə danışmırlar. Ancaq səbəblər də bir o qədər katastrofdur. Çünki boşanmaların əsas səbəbi kimi heç də psixoloji uyğunsuzluq yox, maddi çətinlikdir. Boşanan insanların bir çoxu ilə söhbət elədim, danışdım, hətta hər iki tərəflə. Müzakirələr əsasında məlum oldu ki, birinci növbədə sosial dolanışıq, ev problemi, kirayə problemi və bu kimi nüanslar boşanmalara əsas səbəb göstərilir. İnsanlar deyirlər ki, həyat yoldaşlarının qazanclarının çox hissəsi kirayəyə, minimal aylıq xərclərə yönəldiyindən onlar əlavə iş görə bilmirlər. Uşaqların, eyni zamanda həyat yoldaşlarının, yəni xanımların ehtiyacını qarşılamaqda ailə başçıları, kişilər daha çox əziyyət çəkirlər. Və bir çoxları vurğulayır ki, əsasən kişilər televiziyalarda verilən bəzi verilişlər, məsələn, Xoşqədəm Hidayət qızının, Lalə Azərtaşın, Elgizin və bu kimi aparıcıların Azərbaycan televiziyalarında yayımlanan verilişləri boşanmalara bir növ təkan da verirmiş. Hal-hazırda həmin televiziyalar fəaliyyətini, daha doğrusu verilişlər fəaliyyətini dayandırsa da, sosial şəbəkələrin Azərbaycan segmentində bəzi xanımlar israrla Xoşqədəm Hidayət qızının, Elgizin və digərlərinin verilişlərinin bərpa olunmasını istəyirlər. Bu başqa mövzudur, başqa vaxt danışarıq. Qayıdaq boşanma məsələsinə. 2021-ci ilin Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumatına əsasən boşanmaların sayı, daha doğrusu evlənmə sayı 56.314, boşanma sayı 17.191-dir. 2022-ci ildə 61.939 evlənmə qeydə alınıbsa, 15.983 boşanma qeydə alınıb. Yəni, hər 4 nəfərdən evlənən 4 cütlükdən biri boşanıb. 2023-cü ildə 21.688 evlənmə faktı qeydə alınıb, 54.200 boşanma var. Demək olar ki, 50% boşanıb. 50% olmasa da 45-50% arasında boşanma deməkdir. 2024-cü ildə 49.508 nicah bağlayan cütlük olubsa, boşananların sayı 21.384, yenə də 40%-in üzərindədir boşanmanın ekvivalenti. 2025-ci ildə isə 48.546 nicah, rəsmi nicaha daxil olan cütlük varsa da, boşananların sayı 20.675-dir. Deməli, hörmətli tamaşaçılar, araşdırma nəticəsində məlum olur ki, boşananların böyük əksəriyyəti evliliyin ilk 5 ilində boşanırlar. Və onlar daha çox maddi problemdən dolayı boşandıqlarını dilə gətirirlər. Bəli, burada psixoloji uyuşmazlıq var, adaptasiya məsələləri var və s. ilaxır. Daha çox insanlar baxdıqları seriallarda, televiziyalarda yayınlanan verilişlərdəki o lüks həyatı həyat yoldaşlarından tələb edirlər. Və nəticədə qəribə bir narazılıq forması yaranır. Çünki bir ailənin gəliri 800.000 manat arasındadırsa, həyat yoldaşları xanımlar onlardan təxminən 3.000-5.000 manatlıq gəlir istəyirlər, qazanc istəyirlər. O televiziyalarda yayımlanan emosional ehtiyacların dırnaq içərisində qarşılanmasını tələb edirlər həyat yoldaşlarından, iPhone istəyirlər. Və bütün bunlar gətirib ona çıxarır ki, evlənən cütlüklər boşanmağı bir yana, üstəlik kişilər aliment ödəməyə məcbur edilirlər, məruz qalırlar və aliment ödəmək də bu işin maddi tərəfi, mənəvi tərəfi də var. Bəs ortalıqda qalan uşaqlar, onların da həyatları alt-üst olur, yarımçıq qalır, alaqaranlıq bir dönəmə qədəm qoyur. Və mənə görə bir mənalı şəkildə hökumət həyəcan təbili çalmalıdır,
uşaq pulların verilməsi bərpa olunmalıdır. 2006-cı ildən etibarən Azərbaycanda uşaq pulların verilməsi dayandırılıb. Və bu onu göstərir ki, ən qısa zamanda Azərbaycanda uşaq pullar bərpa olunmağı bir yana, onun məbləği də yüksək olmalıdır. Məsələn, tutaq ki, hər uşağa ən azı 100 manat pul ayrılmalıdır. Və əgər evdə 4 uşaq varsa 400 manat verilməlidir. Bu gün uşaqların xərcləri böyüklərin xərclərindən çoxdur. Bunu yəqin hər biriniz anlayırsınız, başa düşürsünüz. Evində körpə uşağı olan hər kəs. Uşaqların tibbi sığortası daha ciddi formada bu məsələnin üzərinə düşülməlidir. Təhsil sığortası məsələsinin üzərinə düşülməlidir. Xüsusən də boşanan cütlüklərin. Uşaq pulu bir sözlə bərpa olunmalıdır. Onlara əgər hökumətin gücü çatırsa, əlavə aylıq müavinətlər verilməlidir. Bu mənim şəxsi düşüncəmdir, şəxsi fikrimdir. Ola bilsin ki, müəyyən deputatlar, müəyyən hakimiyyət yönümlü şəxsçilərin bu fikirlərin xoşlarına gəlməsin. Ancaq mənə elə gəlir ki, təxminən 80-85 milyard manat dollar rekviziti, ehtiyat rezervi olan bir ölkənin bu problemi aradan qaldırmağa, hətta asanlıqla aradan qaldırmağa gücü yetərlidir, gücü çatar bu məsələyə. Gələk Xoşqədəm Hidayət qızının və digərlərinin verilişlərinin yenidən açılması məsələsinə. Onun da maraqlı bir statistikası var. Həmin verilişlərin açılmasını tələb edənlərin bir çoxu araşdırmamıza görə elə həyat yoldaşlarından ayrılan şəxslərdir. Qəribədir. Ola bilər siz sual verə bilərsiniz, mən bu suala cavab verə bilmərəm. Niyə məsələn həmin şəxslər daha çox bu verilişlərin açılmasını istəyirlər? Əgər siz bilirsinizsə, videonun şərh bölməsində yazın, bizi də məlumatlandırın, aydınladın bu məsələni bizə də. Mən şəxsən o verilişlərin açılmasının tərəfdarı deyiləm. Ona görə ki, həmin verilişlərin yerinə Şah İsmail Xətai haqqında, Nadir Şah haqqında və digər görkəmli şəxsiyyətlərimiz haqqında sənədli filmlər çəkilib verilə bilər. Efir doldurmaq problemi varsa, müəyyən Azərbaycan tarixi ilə bağlı, mədəniyyətimizlə, əxlaqımızla, əxlaqi dəyərlərimizlə bağlı, adət-ənənələrimizlə bağlı maraqlı verilişlər yayımlaya bilərsiniz. Ailə institutunu dağıdacaq verilişlərdən uzaq olmaq lazımdır. Şou verilişlərin sayını bir xeyli azaltmaq lazımdır. Mən demirəm şou verilişləri olmasın, olsun. Ancaq bu qədər olmasın. Qazan yeməkləri ilə bağlı verilişlərin sayı kifayət qədər azaldılmalıdır. Bugün Azərbaycanda kütləvi savadsızlıq qorxusu yaranır düşünən kəsimdə. Çünki cəmiyyət sürətlə savadsızlaşır. Ola bilsin ki, müəyyən qaranlıq əllər bu məsələdə maraqlıdırlar. Ancaq savadsız cəmiyyətlə biz hər hansı bir inkişafa, irəliləyişə nail ola bilməyəcəyik. Bunu da mən xüsusi vurğulamaq istəyirəm, altından xətt çəkərək demək istəyirəm. Və hesab edirəm ki, Azərbaycanda ictimai fikri formalaşdırmaq üçün televiziyaların işi, önəmi bəlkə də birinci yerdədir. Və bundan istifadə edərək biz cəmiyyətin maarifləndirilməsi ilə bağlı bir xeyli sayda yaxşı iş görə bilərik. Və ən əsası, baxın, əvvəllər erkən evliliklə bağlı vəziyyət çox kritik idi. İndi dövlət bu istiqamətdə müəyyən işlər apardı. Nəticə dəyişməkdədir müsbətə doğru. Polis müdaxilələri var, digər müdaxilələr var. Hətta bəziləri qanunların sərtləşməsindən qorxaraq övladlarını, əsasən də qız uşaqlarını 13-14 yaşında, 15-16 yaşında evləndirməkdən çəkinirlər. Doğrudur, ara-sıra belə hallar baş verir. Ancaq o da fikrimcə yavaş-yavaş aradan qalxacaq. Boşanma məsələsində üzərində hökumət ciddi şəkildə düşünməlidir, baş sındırmalıdır. Boşanmaların sayının azaldılması istiqamətində işlər görülməlidir və hər kəsə yaxşı bəllidir ki, ən sadə, hətta ən savadsız insana da yaxşı bəllidir ki, boşanmanın əsas səbəbi pulsuzluqdur, işsizlikdir. Bu məsələlər aradan qaldırılmalıdır. Azərbaycanda deyirlər ki, güya cəmi 5% yoxsul var, nə bilim 5-10% işsiz var. Xeyr, elə deyil. Xeyr, elə deyil. Azərbaycanda 95% işsiz var, cəmi 5% işləyən olsa ona da, həmin rəqəmlərə də sevinə bilərik. İşsizlərin sayı kifayət qədərdir. Əvvəl hər evdə bir nəfər işləyirdisə, indi hər evdə bir nəfər işləyənin sayı demək olar ki, kifayət qədər azalıb. İnsanlar gündəlik tələbat mallarını almaqda çətinlik çəkirlər. Hər gün bahalaşma var. Maaşlar qalxmır. İnflyasiya demək olar ki,
göz önündədir. Məhəllə marketləri anlayışını sıradan çıxarıblar. Bravolar, nə bilim, Araz marketlər və digər hipermarketlər və yaxud da ki, supermarketlər qiymətləri özləri tənzimləyirlər, süni şişirtmələr görünür, daha doğrusu baş alıb gedir və bu məsələlərin üzərində hökumət ciddi şəkildə baş sındırmalıdır. Və yenə də deyirəm, iş yerləri artırılmalıdır, iş yerlərinin sayı çoxaldılmalıdır. Hər kəs rayonları nəzərdə tuturam, iş tapmayanlar, bir qarın çörəyə möhtac olanlar Bakıya axın edirlər. Nəticədə Bakıda tıxacların sayı artır. Bakının özündə dövriyyə katastrofik vəziyyətə çatır. İnsanlar buradan alıb buradan xərcləyirlər, kənara pul ata bilmirlər və bu məsələlərin hamısını aradan qaldırmaq məhz indiki hökumətin bir nömrəli vəzifəsi, borcu olmalıdır. Vəssalam. Belə hörmətli tamaşaçılar, sizin məsələ ilə bağlı hər hansı bir fikriniz, düşüncəniz varsa videonun şərh bölməsində yaza bilərsiniz. Və ən əsası videomuzu bəyənməyi, paylaşmağı, şərh yazmağı unutmayın ki, auditoriyamız, çevrəmiz daha da böyüsün. Hələlik sağ olun, salamat qalın.